Hər vaxtınız xeyir olsun, ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərdən xəbər tutmaq istəyirsinizsə, ekran qarşısına bir qədər də yaxın əyləşin, Ekonomiks vaxtıdır. Azəri Çıraq günəşli yatağında hasilat aşağı düşüb. 2013-cü ilin 3 rübə ərzində bu yataqdan 24,5 milyon ton neft çıxarılıb. Yəni gündəlik 663 min barel. BP şirkətinin hazırladığı hesabatda deyilir ki, bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 3% azalma deməkdir. Keçən ilin yanvar-sentyabr aylarında yataqdan 25,3 milyon ton qara qızıl çıxarılmışdı. Hazırda Azəri Çıraq Günəşlidə 72 hasilat quyusu və 33 injektor quyusu istismardadır. BP şirkətinin hesablamasına görə Şahdəniz 2 layihəsinin dəyəri 25 milyard dollardır. Şirkət rəsmiləri hesab edir ki, bu dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir. Qurumun hesablamasına əsasən, əgər layihə 1 layihəsi çərçivəsində ildə 9 milyard kubmetr qaz hasil olunurdusa, mərhələ 2 çərçivəsində bu nəticəyə daha 16 milyard kubmetr əlavə ediləcək. Sahildən 70 kilometr aralda yerləşən yataqdan çıxarılan qaz Tanap kəməri vasitəsilə daşınacaq. Bu kəmər isə Cənub qaz dəhlizinin əsas hissəsi olacaq. BP şirkətindən bildiriblər ki, Şahdəniz 2 üzrə yekun investisiya qərarı bu ilin dekabr ayında veriləcək, ilk qazın alışı isə 2018-ci ildə baş tutacaq. Bu ilin 10 ayı ərzində əhalinin ümumi gəlirləri 29 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-oktyabr aylarında onun əhalinin hər nəfərinə düşən hissəsi 3130 manat, aylıq isə 313 manat olub. Bu isə 2012-ci illə müqayisədə 6,4% çoxdur. Əhali gəlirlərinin 68%-ni son istehlaka, 9%-ni vergilərə, 1,7%-ni kreditlər üzrə faiz ödənişlərinə, qalanını isə yığıma yönəldib. Azərbaycanda sahibkarlıqla məşğul olan milli qəhrəman və onların ailə üzvlərinin iqtisadi güzəştlər tətbiq edilə bilər. Bununla bağlı sahibkarlıq fəaliyyəti və sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanuna dəyişikliklər hazırlanır. Layihəyə əsasən bu kateqoriyadan olan insanlara vergi və kredit güzəştləri nəzərdə tutulur. Birləşmiş Ştatlar iqtisadiyyatı ən ciddi tənəzzül dövründən sonra etibarlı şəkildə dirçəlir. Belə açıqlama ilə ölkənin Maliyyə naziri Jacob Lew çıxış edib. Dünya iqtisadiyyatında uzun müddətdir davam edən iqtisadi böhran ABŞ iqtisadiyyatına ciddi təsir göstərdi. Bundan əlavə, oktyabr ayında Konqresdə büdcə ilə bağlı yaranmış vəziyyətə görə hökumətin fəaliyyətini dayandırması dirçəlməkdə olan iqtisadiyyata yeni zərbə oldu. Son nəticədə ümumdaxili məhsul göstəricisi aşağı enib. Ölkədə işsizlərin sayı gözlənilmədən artıb. Ölkənin Maliyyə naziri Jacob Lew bildirib ki, iqtisadi mühit sabitləşir. Lakin büdcə layihəsi təsdiqlənməyənə qədər vəziyyət kritik olaraq qalacaq. Digər inkişaf etmiş ölkələrlə müqayisədə Amerika Birləşmiş Ştatları keyfiyyətli və dayanıqlı dirçəliş nümayiş etdirir. Biz siyasi qarşılıq dövrünü geridə qoyduq və hazırda vəziyyət normallaşır. İnvestorların Birləşmiş Ştatlara olan etibarının yenidən bərpa olunduğunu görürük. Bu nikbin haldır. Ümid edirəm ki, böhran öncəsi iqtisadi aktivliyi ilin sonuna qədər yenidən bərpa edə biləcəyik. Bu həftə Jacob Lew və Maliyyə Nazirliyinin digər rəsmiləri Asiya regionu liderləri ilə görüşlər keçirəcəklər. Nazirin bildirdiyinə görə dünya iqtisadiyyatında Amerika aparıcı qüvvə olsa da, mühitin formalaşmasında Asiyanın da rolu böyükdür. Görüş ərəfəsində yeni ildən iqtisadi inkişafı təmin edəcək bir sıra sazişlərin imzalanması gözlənilir. Ekspertlərin qənaətincə ABŞ Asiyalı investorların yerini bazara marağını artırmaq üçün vergi ödəmələrində bir sıra güzəştlər tətbiq edəcək. Amerika Avropa Birliyi ilə əməkdaşlığın baza prinsipləri çərçivəsində Los Angelesdən Vladivostoka qədər açıq bazar ideyasının reallaşdırılmasına dəstək verə bilər. Bunu Birləşmiş Ştatlar dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yeni köməkçisi Victoria Nuland bildirib. Mən həqiqətən inanıram ki, ABŞ və Avropa Birliyinin əməkdaşlığı nəticəsində sənədlərin açılması və ticarətə əngəllərin aradan qaldırılmasına nail olunacaq. Şərq tərəfdaşlığı çərçivəsində təkliflər dəyərləndirilərsə, Los Angeles'dan Donetskə qədər uzanan iri və aktiv bazar yarada bilərik. Əgər Rusiyanı da bizə qoşulmaq üçün razı sala bilsək, o zaman bu azad bazar zonası Vladivostoka qədər uzana bilər.
Faiz dərəcələrinin aşağı salınması Avrozonada risklərin gözlənilmədən artmasına səbəb ola bilər. Bu fikri Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü, Bundesbankın rəhbəri Jens Weidmann səsləndirib. Hazırki stimullaşdırıcı maliyyə siyasəti qiymət sabitliyinin perspektivləri baxımından özünü doğruldur. Lakin aşağı faiz dərəcələrinin bir sıra təhlükələr yaratdığını da nəzərdən qaçırmaq olmaz. Fikrimcə, struktur islahatları aparılmayana qədər maliyyə siyasətindəki stimullaşdırıcı tədbirlər gözlənilən nəticəni verməyəcək. Hesab edirəm ki, faiz dərəcələrinin uzun müddət aşağı səviyyədə saxlanılması iqtisadi bazarlara mənfi təsir göstərəcək. Britaniyada iyuldan sentyabr ayına qədər işsizlik müavinəti alanların sayı 48 min nəfər azalıb. Dövlət Statistika İdarəsindən verilən məlumata görə bu son 15 il ərzində ən kəskin enişdir. İşsizlik səviyyəsi isə 7,7%-dən 7,6%-ə enib. İndi İngiltərə Bankı qarşıya qoyulan hədəfə 7%lik səviyyə təxmin edilən müddətdən daha tez çatacağını düşünür. Bank rəhbəri Mark Carney bildirib ki, faiz dərəcələri ilə bağlı qərar işsizlərin sayını 7%-dən az olduğu halda qəbul ediləcək. Bu isə Britaniya Mərkəzi Bankının ehtimalına görə 3 ildən tez baş verməyəcək. Finlandiya ilə Gazprom şirkəti münasib qiymət barədə razılığa gəliblər. Bu ölkə Rusiya qazını digər Avropa ölkələri ilə müqayisədə daha ucuz alacaq. Qiymətin aşağı salınmasında əsas şərtlərdən biri Finlandiyanın alacağı qaz həcmidir. Bir sıra məqamlar da müqavilədə öz əksini tapıb. Belə ki, qazın qiyməti, neftin dünya bazarındakı qiyməti, həmçinin ölkə daxilində elektrik və istilik enerjisinə olan tələbatın həcmi ilə uzlaşdırılıb. Finlandiyanın qaz şəbəkəsini idarə edən Gazprom şirkəti 2005-ci ildə əldə olunmuş razılığa əsasən qazı yalnız Rusiyadan alır və müqavilə müddəti 2026-cı ildə bitir. Bu ölkədə qaz əsasən istilik və elektrik enerjisi, həmçinin kağız istehsalı sənayesində geniş istifadə olunur. Gazprom şirkətindən verilən məlumata görə Finlandiya Rusiya qazını digər Avropa ölkələri ilə müqayisədə 7 avro ucuz alacaq. Finlandiyanın Statistika İdarəsinin hesabatına görə 2012-ci ildə qaza olan tələbat 10,5% aşağı düşüb və 3,2 milyard kubmetr olub. Finlandiya hökuməti isə yeni razılaşmanın şərtlərindən məmnun qalıb. Enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb ola bilər. Bu da son nəticədə ölkənin daxili ticarət balansına və büdcə daxil olmalarının artmasına gətirib çıxarar. Ukraynanın Neftogaz şirkəti Rusiyadan qaz alışını dayandırmasına baxmayaraq, Avropaya qaz ötürülməsi barədə öhdəliklərini tam şəkildə yerinə yetirəcək. Bu barədə Ukraynanın energetika naziri Edward Stavichki məlumat verib. Qaz alışının dayandırılması Avropa ölkələrinə olan təchizatda dəyişiklik yaratmayacaq. Bizim qaz anbarlarımızda kifayət qədər ehtiyatlarımız var və bu ehtiyatları artırmaq üçün Rusiyadan qaz almağa ehtiyac yoxdur. Oktyabr ödənişi ilə bağlı Rusiya ilə danışıqlar aparmışıq və razılıq əldə olunub. Borcumuzun 20% artıq ödənib, yerdə qalan məbləğ hissə-hissə ödəniləcək. Çinin neft emalı şirkətləri neft məhsullarının satışı üçün yeni bazarlar axtarır. Təklif olunan əsas məhsullar isə aviasiya və dizel yanacağıdır. Bu segmentdə Çinin əsas rəqibi isə Singapurdur. Çin'in dünyanın en iri neft ithalatçılarından biri olması, ölkədə yeni neft emalı müəssisələrinin yaradılmasını zəruridir. Nəqliyyat və sənaye sektorlarında yanacağın bəzi növlərinə olan tələbatın azalmasına baxmayaraq, Çin'in Sinopec Corporation və başqa neft emalı şirkətləri yeni bazarların axtarışına çıxıblar. Vietnam və Hong Kong'un yanacaq məhsulları bazarı ənənəvi olaraq Çin şirkətlərinin nəzarətindədir. Regionun başqa bazarlarındakı vəziyyəti yaxından izləyən ekspertlər hesab edirlər ki, gələn il dizel yanacağının ixracı bu illə müqayisədə 2 dəfə artaraq orta aylıq göstəricidə 3,7 milyon barel olacaq. Yeni neft emalı zavodlarının tikintisi bu nəticəyə gəlməyə əsas verir. 2012-ci ilin sonunda Çinin neft emalı zavodlarının sutkalıq emal gücü 12 milyon barel olub. Lakin 2013-2015-ci illər ərzində emal gücünün daha 3 milyon barel artılması istiqamətində işlər aparılır. Çinin Dövlət Statistika İdarəsinin hesabatına əsasən, oktyabr ayında Çinin orta sutkalıq yanacaq tələbatı 9,79 milyon barel təşkil edib.
Çin şirkətləri hazırda Tanzaniya, Mozambik və Zimbabwe kimi ölkələrə də neft ixrac etmək barədə müzakirələr aparır. Afrika sutkalıq 673 min barel dizel yanacağı idxal edir ki, 2015-ci ildə bu rəqəmin 766 min bareli kimi artacağı proqnozlaşdırılır. Bundan əlavə, Avstraliyada Çin şirkətlərinin maraq dairəsindədir. Ölkə sutkalıq 220 min barel dizel yanacağını Singapur və Yaponiyadan idxal edir. Milan prokurorluğu Amerikanın Apple şirkətinin İtaliya filialında araşdırmalara başlayıb. Belə ki, şirkətin vergidən yayındığı güman edilir. Vergi kimi ödənməyən vəsaitin məbləği isə 1 milyard avrodan çoxdur. Məlumat yerli Espresso jurnalında yayılıb və hüquq mühafizə orqanları xəbəri təsdiqləyiblər. Hazırda isə maliyyə cinayətləri və vergi xidməti əməkdaşlarından ibarət qrup 2010-2011-ci illər ərzində Apple şirkətinin İtaliyadakı gəlirlərini yoxlayır. Şirkətin 2010-cu ildə 206 milyon avro, 2011-ci ildə isə 853 milyon avro vəsaiti vergidən yayındırdığı güman edilir. Dünyanın əsas fon birjalarında yüksəliş müşahidə olunur. Amerika bazarlarında investorlar daha ehtiyatlı davranmağa çalışırlar. Buna görə də Dow Jones, S&P 500 və Nasdaq 100 indekslərinin artımı çox olmayıb. Təxminən 0,2-0,6%. Yaponiyanın Nikkei 225 indeksi isə yuxarıya doğru böyük sıçrayış edərək 2,2% yüksəlib. Avropa indekslərindən DAX və FTSE 100 isə dəyərlərini 0,8-0,9% artırıblar. Qızıl dəyərini 0,8% artıra bilib və hazırda bir unsiyası 1284 dolara satılır. Gümüş isə 1,2% bahalaşıb. İndi qiyməti 20 dolar 78 sentdir. Platin 1445 dolara yüksəlib, palladium da dəyərini 0,7% artırıb. Misin və alüminiumun qiyməti isə müvafiq olaraq 0,2 və 0,4% enib. Birləşmiş Ştatlardan növbəti dəfə neft və neft məhsulları ehtiyatları ilə bağlı həftəlik hesabat açıqlanıb. Ölkənin energetika nazirliyindən verilən məlumata görə benzin ehtiyatları 1,7 milyon barel azalaraq 208,4 milyon barel olub. Xam neft ehtiyatları isə 599 min barel artaraq 382,8 milyon barel olub. Buradan analitiklərin 1 milyon barellik artım proqnozu isə doğru çıxmayıb. White markalı neftin bir bareli 93 dolar 80 sentə satılır. Bu 0,42% yüksəliş deməkdir. London birjasında hərraca çıxarılan Brent markalı neftin qiyməti isə 0,7% artıb və hazırda bir bareli 107 dolar 88 sentə təklif olunur. İndi avro-dolların məzənnəsi 1,34-31'dir. Dollar yen 100'ə qalxıb, funt sterling dollar isə 1,60 səviyyəsindədir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 6 qəpik, Rusiya rublu 2,4 qəpik, Türk lirası isə 38 qəpik. Sabah saat 14'də Avropa Birliği ölkələrində istehlak qiymətləri indeksi açıqlanacaq. 17:30'da Amerika Birləşmiş Ştatlarında istehsalatda fəallıq indeksi barədə məlumat veriləcək. Eyni vaxtda bu ölkənin ithal qiymətləri indeksi də açıqlanmalıdır. 18:15'də isə Birləşmiş Ştatlarda sənaye istehsalı həcminin dəyişikliyini əks etdirən rəqəmlər dərc olunacaq. Bu qədər bugünün əsas iqtisadi yeniliklərini Ekonomikdə təqdim etməyə çalışdıq. Sağlıqla qalın.